Salam dövlət qulluqçuları və dövlət qulluğuna hazırlaşan namizədlər. Mən bugün sizə dövlət qulluğunda yeni bir dəyişiklik kateqoriya ilə bağlı videonu göstərəcəm sizə. Hansı ki, ən axırda bu il 2026-cı ildə son dəyişmiş kateqoriyalarına bağlı videolardır və onların izahını verəcəm. Yoldaşlar, ilk öncə mən nəyə göstərmək istədim ki, həmin bu PDF məsələsinin əvvəlində biz bütün dövlət orqanlarına diqqətlə baxın. Ali kateqoriya dövlət orqanları yazmışıq biz bura. Amma mən bunların izahını verəcəm. Birinci kateqoriya dövlət orqanları, videonu dayandıra baxa bilərsiniz. İkinci kateqoriya, maşallah, göndərə dövlət orqanları var ikinci kateqoriyada. Daha sonra üçüncü kateqoriya dövlət orqanları, davamı isə buradan götürülür. Bunlar üçüncü kateqoriya dövlət orqanlarıdır. Daha sonra dördüncü kateqoriya dövlət orqanları və beşinci kateqoriya dövlət orqanları. Bunu ilk öncə mən sizə bir şey bilməzdim. Bunu öyrənməyin ən asan yollarını deyəcək ki, ilk öncə kateqoriyalarla bağlı olaraq siz birinci ali kateqoriyanı əzbərləyib və daha sonra birinci kateqoriyanı əzbərləyirsiniz. Digər kateqoriya keçmirsiniz. Digər qarşıda olan şəxsə vərəq verirsiniz, sizə o ali və birdən sual verir. Daha sonra ikinci kateqoriya keçirsiniz, daha sonra üç, birə davam edirsiniz. Burada əsas tələbələri çaşdıran nüanslar. Hansılardır? Üç qurumda əziyyət çəkirlər. Onları bir-bir izah edeyim. Birinci məsələ məhkəmələrdən, ikinci prokurorda və nəhayət mərkəzi icra hakimiyyəti orqanlarında. Və nəzərdə saxlayın ki, mərkəzi icra hakimiyyəti orqanları dəyişdirilir. Mən onların hər birinin bir-bir izahını verəcəm. Deməli, diqqətlə baxalım nəyə? Başlayırıq məhkəmələr. Diqqətlə baxalım. Yoldaşlar, məsələn, siz də imtahanda bu məhkəmələri ardıcıqla yazsanız, sizə rahat olar. Riski sizə sual versə ki, apellyasiya məhkəməsi çaşdıra bilərsiniz. Konstitusiya ali məhkəmə, məhkəmə hüquq şurası, apellyasiya məhkəməsi və burada qeyd olunan məhkəmənin hər biri ixtisaslaşmış məhkəmələrdir. Ağır cinayətlər məhkəməsi, hərbi məhkəmə, inzibati məhkəmə, kommersiya məhkəmələri, rayon şəhər məhkəmələri. Bax, yuxarıda aşağı qeyd edilir. Bu, ali kateqoriyadır. Alidən sonra nə gəlir? 1. Birdən sonra nə gəlir? 2. 2-dən sonra nə gəlir? 3. 3-dən sonra nə gəlir? 4. Amma gəlin belə bir şey deyək. Yenə deyirəm ki, imtahanda bunu siz yazıb qeyd edə bilərsiniz. Burada əsas məsələ nə vardır? Mən sizə məhkəmə adlayacağım. Sumqayıt şəhər məhkəməsi, Sumqayıt inzibati məhkəmə və yaxud ağır cinayətlər məhkəməsi, Sumqayıt apellyasiya məhkəməsi. Hər üçündə mən sizə Sumqayıt adını verirdim. Necə yazılacaq? Məhkəmələrdə qeyd olunanda əvvələ baxmırsınız. Axırı burada bunlara qeyd edirsiniz. Burada baxın, Sumqayıtı həm burada qeyd edirəm, həm burada qeyd edirəm, həm burada qeyd edirəm. Sumqayıt şəhər məhkəməsi olacaq 4. Sumqayıt inzibati məhkəməsi olacaq 3. Sumqayıt apellyasiya məhkəməsi olacaq 2. Aydındır yəqin ki. Yəni, yenə deyirəm ki, bunu öyrənməyin ən asan üsulu məhkəmələri yazırıq bir riyadda. Bir daha da bunu pozuram sizlər üçün və yenə qeyd edirəm. Əsas məsələ məhkəmələri qeyd eləməkdir. Konstitusiya ali məhkəmə bir kateqoriyada olduğuna görə bir yazırıq. Məhkəmə hüquq şurası, apellyasiya məhkəmələri, ixtisaslaşdırılmış məhkəmələr, ümumi rayon şəhər məhkəmələri. Və biz burada qeyd edirik ən yuxarıda ali, 1, 2, 3, ardıcıl məsələn 4. Məsəl üçün, indi gəlin belə bir şey götürək ki, bir dənə məhkəməni qeyd edək. Tərtər rayon məhkəməsi. Baxıram, görüm ki, Tərtər rayon məhkəməsi nəyə aiddir? Axırı nə tutarıq? Tərtər rayon məhkəməsi demək olur 4. Əgər düşsə ki, Tərtər rayon hərbi məhkəməsi, baxacam ki, hansına var hərbi sözü? Bu, deməli, aiddir 3-cü kateqoriya. Məsələn, gəlin belə bir şey qeyd edək. Bax, bayaq dediyim məsələni Şəki üzərində tətbiq edək. Şəki şəhər məhkəməsi var, Şəki ağır cinayətlər məhkəməsi var, Şəki apellyasiya məhkəməsi var. Hər üçündə mən Şəki sözünü qeyd edirəm. Deməli, Şəki apellyasiya məhkəməsi, apellyasiya sözü burada olduğuna görə olur 2, Şəki ağır cinayətlər məhkəməsi burada olduğuna görə olur 3, Şəki şəhər məhkəməsi olur 4. Yəqin ki, hər kəs bunu başa düşdü. İndi, yoldaşlar, gəlin keçək məhkəmələrdən sonra digər olan prokurora. Diqqətlə baxın. Prokuror indi bunları qeyd edəcəm. Və prokurorla bağlı məsələdə, yoldaşlar, nəyə qeyd edirəm? Birinci saniyəli. Burada da prokurorluqda, yəni, 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 yəni,
yuxarıdan aşağı yazsanız daha yaxşı olardı. Azərbaycan Baş Prokurorluğu, Hərbi Prokurorluq, Bakı şəhər prokurorluğu, rayon şəhər prokurorları, rayon şəhər hərbi prokurorları. Baxın, bu 1, 1-dən sonra 2, 2-dən sonra 3, 3-dən sonra 4. Yəni, necə ki siz məhkəmələri yazdınız, qeyd elədiniz, eləcə də bunlara yazıb, qeyd eləsəniz, sizlər üçün rahat olardı. Məsələn, prokurorluqda hamısının axırı prokurorla qutarır. Deməli, biz əvvələ baxmalıyıq. Azərbaycan Baş Prokurorluğu 1, Azərbaycan Hərbi Prokurorluğu 2, Bakı şəhər prokurorluğu, Bakı şəhər rayonları yox ha, Bakı şəhər prokurorluğu 3, rayon şəhər prokurorluqları, rayon şəhər hərbi prokurorluqları 4. Sizi çaşdırmasın. Baxın, burada da hərbi sözü var, burada da hərbi sözü var. Necə ola biləcək? Azərbaycanın hərbi prokurorluğu aiddir 2-ci kateqoriya dövlət orqanına. Amma rayon şəhər hərbi prokurorluğu aiddir 4-ə. Misal üçün, gəlin belə bir şey deyək. Tərtər rayon prokurorluğu, Tərtər rayon hərbi prokurorluğu necə olacaq? Hər biri aiddir 4-ə. Binəqədi rayon prokurorluğu Bakı şəhər olub da, ondan çaşmayın. Binəqədi rayon prokurorluğu aiddir 4-ə. Yəqin ki, bu məsələdə sizə aydın oldu. Gəlin, növbəti ən artıncı məsələlərimizdən biri, hamının əziyyət çəkdiyi mərkəzi icra hakimiyyəti orqanı. Onda izahımız daha çox olacaq. Və mərkəzi icra hakimiyyəti orqanlarla bağlı belə bir sxem gətirmişik. Və burada nə demək var ki, diqqətlə xahiş edirəm, qulaq asağın, bunu bir neçə dəfə demək məcburiyyətində qalacaq. Və indi deyim, təmiz qarma-qarışıq olacaq. Mərkəzi icra hakimiyyəti orqanlarını böldür ki, əvvəlləri mərkəzi icra hakimiyyəti orqanları 2-ci kateqoriya dövlət orqanı idi. İndi belə oldu. Bəziləri qaldı 2-də, bəziləri qaldı 1-ə. Mərkəzi icra hakimiyyəti orqanlarında biz nazirlik görsək, olur 1. Əgər nazirlik görməsək, olur 2. Mərkəzi icra hakimiyyəti orqanının yanında olan agentlik xidmətləri var. Onların bəziləri, əvvəlləri aid idi 3-cü kateqoriya, indi bəziləri oldu 2, bəziləri oldu 3. Bunu necə aid edək? Gəlin, bax, məsələn, nə burada qeyd eləmişəm? Mərkəzi icra hakimiyyəti orqanları, yoldaşlar. Mərkəzi icra hakimiyyəti orqanların bu keçən ilin bir misalı idi. Məsələn, əvvəl nətər idi ki, burada İqtisadiyyat Nazirliyi qeyd olunmuşdu. Bu aid idi 2-ə. İndi isə İqtisadiyyat Nazirliyi aid 3-ə. Bir dənə zəhmət olmasa burada İqtisadiyyat Nazirliyi olsa, əvvəlki versiya bu cür idi. Və indi biz yoldaşlar burada həmin bunu böyle deyik. Misal üçün, mərkəzi icra hakimiyyəti orqanları həm 1-ci kateqoriya aidlər, həm 2-ci kateqoriya aidlər. Yoldaşlar, əgər biz nazirlik görsək, götürəcək 1-ci kateqoriya. Bax, bunu 2 istəməyəcəm. Bir deyirəm, nazirlik, bax, burada da qeyd edirəm. Mərkəzi icra hakimiyyəti orqanı, yəqin ki, siz bunu görürsünüz. Mərkəzi və yanında qeyd edirəm, nazirlik. Baxın, bu nazirlik, mərkəzi icra hakimiyyəti orqanı, aiddir 1-ci kateqoriya. Burada bir iş yazar 1-ci kateqoriya. Misal üçün, mərkəzi icra hakimiyyəti orqanı İqtisadiyyat Nazirliyi neçədir? 1. Maliyyə Nazirliyi neçədir? 1. Nazirlik görülür 1. Əgər o mərkəzi icra hakimiyyəti orqanında nazirlik görməsə 2 olacaq. Misal üçün, Dövlət Statistika Komitəsi, nazirlik yoxdur. Dövlət Statistika Komitəsi, Dini Qorumaq Dövlət Komitəsi, Ali Attestasiya Komitəsi, Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi. Bunlar olacaq neçə? 2-ci kateqoriya olur. Ama misal üçün, gəlin yaza belə Statistika Komitəsi. Qısaca qeyd edirəm, statistika. Yəqin ki, bunu gördünüz. Yenə deyirəm, əgər biz nazirlik olsa necə götürəcəyik? 1-ci kateqoriya. Mərkəzi icra hakimiyyəti orqanı sizə həm 1-də var, həm 2-də var. Və nazirlik olan olur 1, nazirlik olmayan olur 2. Bunu bildiniz. Və yoldaşlar, indi keçirik nəyə? Mərkəzi icra hakimiyyətinin yanında yaradan agentlik xidmətlər var. Deməli, bunlar aiddir 3-ə. Bir də, amma burada məsələ bunun ibarətdir ki, prezident tərəfindən vəzifəyə təyin edilənlər aid ediblər 2-yə. İndi bir dənə qeyd edək. Mərkəzi icra hakimiyyəti orqanı 1, bunu bildik.
nazirlər. Və burada da qeyd edirik ki, bunun yanında yazıram 2. Nə yazıram ki? Prezident tərəfindən, qısaca prezident tərəfi deyirəm, prezident tərəfindən vəzifəyə təyin edilən agentlik xidmətlər 3. Vəzifəyə təyin edilən agentlik xidmətlər aiddir 3-ə. Bir də deyirəm ki, əvvələ qədər, biz bir adam çaşır. Mərkəzi icra hakimiyyəti orqanı, nazirlik görəndə neçə götürəcəkdik? 1. Nazirlik görəndə neçə götürəcəyik? 2. Bu mərkəzi icra hakimiyyəti orqanının yanında yaradan agentlik xidmətlərinin əksəriyyəti aiddir 3-cü kateqoriya. Amma bunların hansı ki, rəhbərlərin prezident vəzifəyə təyinizə aiddir 2-yə. Bunun prezident tərəfindən vəzifəyə təyin agentliklər aiddir 2-yə. Misal üçün, yadda saxlayın ki, İqtisadiyyat Nazirliyində, bir də Mədəniyyət Nazirliyində onların yanında olan agentlik xidmətləri prezident vəzifəyə təyinir. Digərlərini isə birbaşa, yəni prezident nazirlər və yaxud da onlar vəzifədə, onlar aid 3-ə. Misal üçün, yendirəm, burada deməli biz hansını görəcəyik? İqtisadiyyat, qısaca yazıram. Və bir də ki, mədəniyyət. Bunların agentlik xidmətləri aid 2-yə. Bax, gəlin belə deyil. Elm və Təhsil Nazirliyinin yanında olan peşə agentliyinin, yanında peşə xidməti isə aiddir 3-ə. Ondan sonra Kənd Təsərrüfat Nazirliyinin aqrar xidməti, o neçə aiddir? 3-ə. Çünki, amma desəm ki, İqtisadiyyat Nazirliyinin yanında var, əmlak xidməti. Neçə olacaq? 2-yə. Çünki onların rəhbəri prezident vəzifəsidir. Və yaxud da desəm ki, İqtisadiyyat Nazirliyi vergi xidməti, Mədəniyyət Nazirliyi yanında var. Deməli, iqtisadiyyatla, mədəniyyətlə bağlı yanında olan agentlik xidmətlərə aid elədim 2-yə, qanunlarını aid elədim 3-ə. Yoldaşlar, yəqin ki, bunu da haradasa başa düşdünüz. Bir daha, əgər siz buna əziyyət çəksəniz, əvvələ qayıtmaq lazımdır. Deməli, Mərkəzi İcra Hakimiyyəti orqanı, nazirlik 1, Mərkəzi İcra Hakimiyyəti orqanı, nazirlik olmasa, olacaq 2. Mərkəzi İcra Hakimiyyəti orqanının yanında yaradan agentlik xidmətlər 3. Amma 2 dənə Mərkəzi İcra Hakimiyyəti orqanı yanında agentlik xidmət var ki, onu prezident vəzifəyə təyindir. Onlar aiddir 2-yə. Hansıdır? İqtisadiyyat Nazirliyinin yanında olan və Mədəniyyət Nazirliyinin. İndi məsələn, mən sizə sual versəm ki, sualı verirəm, düşünürük və cavabı deyəcəm. Bir neçə saniyə sizə bax verəcəm. Tutaq ki, deyirəm ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi neçənci kateqoriya dövlət orqanıdır? Bir neçə saniyə gözləyirik və cavab olur, bəli, 1-ci kateqoriya, çünki nazirlikdir. Və daha sonra deyirəm ki, qida təhlükəsizlik agentliyi. Amma nazirlik yoxdur, Mərkəzi İcra Hakimiyyəti orqanıdır. Əgər nazirlik yoxsa, neçə olacaqdır? Gözləyirik, cavab 2-ci kateqoriya. Bunu bildik. İndi gəlin digər məsələ keçək. Elm və Təhsil Nazirliyinin yanında yaradan peşə agentliyi. Demişdik ki, prezident tərəfindən vəzifəyə təyin agentlik xidmətlər 2-ci kateqoriyadır. Prezident tərəfindən təyin edilməyənlər 3-cü kateqoriyadır. Elm və prezident hansı vəzifəyə təyindir? İqtisadiyyat və mədəniyyət. Deməli, Elm və Təhsil Nazirliyi bu sayıda yoxdursa 3-cü olacaqdır. Kənd Təsərrüfat Nazirliyinin yanında olan agentlik xidmət olsun isə olacaq yenə də 3-cü. Amma desəm ki, Mədəniyyət Nazirliyi, desəm ki, İqtisadiyyat Nazirliyi olacaq 2. Yəqin ki, bura kimi aydın oldu. İndi keçək digər bu məsələyə. Yəqin ki, bura aydın oldu. Və bunların yerli bölmələrə keçirik, yoldaşlar. Yadda saxlayın ki, və yerli bölmələr rahatdır. Bunun da yerli bölməsi, yerli rayon deməkdir. 4-cü kateqoriyadır. Bunun da yerli bölməsi 4-cü kateqoriyadır. Yəni, nazirliklərin də yerli bölmələri 4-dür. Daha sonraki, bunun da yerli bölmələri 4-dür. Eləcə də bunun da yerli bölmələri 4-dür. Rahatçılıqdır. Bir dənə bunun yerli bölməsi 5-dir. Yoldaşlar, siz imtihanda bunu yadda saxlamaq çətin olar. Xahiş edirəm, bu cədvəlləri bilməklə yadda saxlayın. Yerli bölmə rayondur. Gəlin misal üçün deyək. Elə buradan başlayaq.
Dedik ki, misal üçün olsun, Kənd Təsərrüfat Nazirliyi, əgər nazirlik neçənci kateqoriya dövlət orqanıdır? Birinci kateqoriya dövlət orqanıdır. Deməli, Kənd Təsərrüfat Nazirliyi yerli bölməsi, yoldaşlar, ola bilsin ki, bəzi orqanlar ola bilər ki, onun yerli bölməsi olmaya bilər. Mən misal üçün deyirəm, yəni ki, olmayan şey düşməyəcək, narahat olmayın. Kənd Təsərrüfat Nazirliyinin olsa ki, Tovuz rayon idarəsi neçə olacaq? 4. Gəlin belə deyək, Dövlət İstatistik Komitəsi mərkəzi icra hakimiyyəti orqanıdır, nazirlik deyil, olur 2-ci kateqoriya. Dövlət İstatistik Komitəsinin Tovuz rayon idarəsi olacaq isə 4. İndi keçirik bura agentlik xidmətlər. Biz bilirik ki, agentliklərin bəziləri 2 idi, bəziləri 3. Dövlət Nazirliyin tərkibində olan agentlikdən gedir. Deməli, prezident tərəfindən vəzifəyə təyin edilənlər olurdu ki, məsəl üçün, vergi, İqtisadiyyat Nazirliyi vergi xidmətinin Tovuz rayon idarəsi yenə də 4, amma burada isə bir dənə bu 3-cü isə düşür 5-ci. Məsəl üçün, belə deyək də, burada qeyd olunubdur, Əmək Sosial Müdafiə Nazirliyi birinci kateqoriya olsun. Əmək Sosial Müdafiə Nazirinin məşğulluq xidməti. Prezident təyinləmir 3, bunun yerli bölməsi Tovuz rayon idarəsi 5. Yəni, bax, bu yerli bölməsi, siz bunları xahiş edirəm, yəni belə yadda saxlamaq olar da, burada da 4-ə düşür, burada da 4-ə düşür, burada da 4-ə düşür, bir dənə budur ki, 5-ci kateqoriya düşür. Dəqiq yadda qalır. Bir dənə deyim, çox nadir hallarda bundan sual verirlər. Amma deyim, mən qeyd elədim ki, yenə də əvvəldən başlayacağım ki, Mərkəzi İcra Hakimiyyəti orqanı, nazirliklər 1, nazirlik olmayan 2. Bunu bildik. Mərkəzi İcra Hakimiyyətinin agentlik xidmətləri də bildik ki, bu 200 prinsip. Bir də var ki, Mərkəzi İcra Hakimiyyəti orqanı yanında orqan, agentlik xidmət yazılmır. Yəni, Mərkəzi İcra Hakimiyyəti orqanı yanında yazılan qurum, orqan, onlar aiddir 4-cü kateqoriya. Əgər xidmət agentlik görsəm nazirinin yanında yaradan 2-3 götürəcəm, görməsəm həmin dövlət orqanı 4 götürəcəm. O da çox nadir hallar düşündüyü görə yazmıram. Müsabiqədə verilə bilər. Bir də yoldaşlar, əsas məsələ keçirəm ki, eyni bir dövlət orqanlarından bizdə də var, Naxçıvan Muxtar Respublikasında var. Və Naxçıvanı nə edirik? Qoyuruq kənara, nə baxma kənara qoyuruq? Bizdəki dövlət orqanları əzbərləyirəm ki, bu kateqoriya aiddir. Qanuna atacam Naxçıvan bir pillə aşağı. Eyni kateqoriya dövlət orqanlarını əzbərləyirəm ki, məsələn, bizdə də var. Demək olar ki, əksəriyyəti Naxçıvan bizdən bir pillə aşağı prinsipindən gedəcək. Əksəriyyət məsələsi. Azərbaycan Nazirlər Kabineti ali kateqoriyadır. Naxçıvan birinci kateqoriya dövlət orqanı olacaqdır. Azərbaycan Milli Məclisi ali kateqoriyadır. Naxçıvan Ali Məclisi ali kateqoriyada Azərbaycan Milli Məclisi, Naxçıvan ki, birinci kateqoriya dövlət orqanı olacaqdır. Və bir dənə məsəl üçün var ki, Mərkəzi İcra Hakimiyyəti orqanı bizdə nazirliklər birdədir, amma Naxçıvanda üstə olaraq qaldı öz yerində. Bunu bilmək lazımdır. Və bir də qalan məsələlər isə öz yerində, bu cədvəllə qalır orada. Yoldaşlar, hər hansı bir suallarınız olarsa, hər hansı fikirləriniz olarsa, müraciət edə bilərsiniz və hər bir kəsə sağlıqlarına, hər bir kəsə də olucu qurlar hazırlar.